Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ikinci illiyi qeyd olunub. Bu münasibətlə ali təhsil müəssisəsində konsert proqramı və sərgi təşkil edilib. Tədbirdə universitetin qısa müddətdə qazandığı nailiyyətlərdən danışılıb, bildirilib ki, ali təhsil ocağı qarşıdakı illərdə də tələbələrin peşəkar inkişafını, yaradıcı potensialının dəstəklənməsini və Qarabağın mədəni mühitinin zənginləşdirilməsinə xidmət edən layihələrin sayını artıracaq. Konsert proqramında müəllim və tələbələrin ifasında klassik və milli musiqi nümunələri təqdim olunub. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamları İttifaqının üzvü rəssam Nərminə Vəliyevanın Güclü Ruhlarla İthaf adlı fərdi sərgisi isə iştirakçılar tərəfindən maraqla qarşılanıb. 2 illik yol keçdiyimiz bu dövrdə möhtərəm prezidentimizin davamlı dəstəyini görür bu universitet və Qarabağ Universiteti komandası 300-dən artıq əməkdaşımız, 2000-dən artıq tələbəmiz Qarabağ Universitetinin quruculuğu yolunda inamla addımlayır. Dövlətimizin dəstəyindən istifadə edərək bu yolda milli ali təhsilimizdə özünə məxsus yer tutacaq bir ali təhsil müəssisəsinin quruculuğu prosesi gedir. Düşüncəmiz ondan ibarətdir ki, Qarabağ Universitetinin qurulması həm də elə doğma Qarabağımızın qurulmasıdır.